Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün mən sizlərlə növbəti menyumu paylaşmaq istəyirəm. İnşallah ki, sizin də işinizə yarayar bu video. Bugünkü menyuda qızıl balığın qaymaqlı sozla hazırlanması çox ləzzətlidir qızlar. İnanın ki, barmaqlarınızı yeyərsiniz, o qədər dadlıdır. Təzə kartofun hazırlanması, pəhriz salatı və ovduq, yəni atlama. Videoya keçməmişdən öncə hər birinizdən bir kiçicik xahişim var. Əgər videomu bəyənsəniz, like edərək kanalıma dəstək ola bilərsiniz. Yəni videonun altındakı like işarəsini basmağı unutmayın. İndi keçək hazırlama qaydasına. İlk öncə qızıl balığı qaymaqlı sozla hazırlayıram. Bunun üçün də əvvəlcə tavaya bir 50 qram kərə yağı əlavə edirəm. Yağ əridikdən sonra balıqları tavaya düzürəm, amma duzunu, istiotunu hələ vurmamışam da. Balığı tavaya düzdükdən sonra duzunu, istiotunu vuracam. Balıqların hamısını tavaya düzdükdən sonra duzunu və istiotunu əlavə edirəm. İstiot qara istiotdan yox, pul bibərdən istifadə etmişəm. Duz, istiot zövqə görədir. Balığın bir üzü qızardıqdan sonra o biri üzünə çevirirəm. O biri üzünü qızardıram. Yəni tam belə qızartmağa ehtiyac yoxdur. Sadəcə möhürlənməyə kifayət edəcəkdir. Və balığın o biri üzü də qızardıqdan sonra bir ədəd pomidoru, yəni bu gördüyünüz miqdarına, balıq miqdarına bir ədəd orta boy pomidoru halqa-halqa doğrayıb tavaya yerləşdirirəm. Bu pomidoru yerləşdirməkdə məqsədim qaymaqlı soza həm rəngini, həm də dadını dəyişməsi üçündür. Və pomidorları da yerləşdirdikdən sonra bir 5 dəqiqədə balığı qızardıram. Qeyd edim ki, tavanın amma altını orta dərəcədə qoymuşam. Yəni qazın dərəcəsini çox gür xodda olmaz qoymaq. Və bir armudu stəkan sulu qaymaq əlavə edirəm. Hansı ki, marketlərdə belə paketlərin içərisində satılan qaymaqlardan söhbət gedir. İran qaymaqları var, Türkiyənin var. Fərq eləməz, hansı olursa olsun. Və bir stəkan, yəni armudu stəkanla bir qaymağı əlavə etdikdən sonra qaşıqla balığın hər tərəfinə həmin qaymaqlı sosu gəzdirirəm. Zövqə görə qeyd edim ki, sarımsaq da vura bilərsiniz. Mən amma məsəl üçün mən sarımsaqla sevmirəm. Oğlum da sarımsaqla sevmir, amma sarımsaqla da deyilənə görə çox ləzzətli olur. Yəni hazırlamışam sarımsaqla da. Mən yeməmişəm, amma yeyənlər çox ləzzətli olduğunu bildiribdir. Və tavanın qapağını örtməmək şərti ilə 15 dəqiqə qaymağın tam qatlaşdığına, yəni görənə qədər bu sozda balıqları bişirirəm. Baxın, artıq qaymaq qatlaşıbdır. Gördüyünüz kimi balıq yetərincə çəkdiyini, yəni çəkibdir. Qaymağı da özünüz görürsünüz necə qatlaşıbdır. Bu da o deməkdir ki, yemək artıq hazırdır. Çox ləzzətli və çox dadlı bir sozdur. Ümid edirəm ki, çoxlarınız bu şəkildə hazırlamamısınız. Dadını da bilmirsiniz. İnanın ki, bir dəfə hazırlasaz, hər zaman edəcəyiniz bir təam olacaq. İkinci hazırlayacağım kartofun, təzə kartofun bişməsidir. Bunu da təzə kartofu ilə qabıqlı tərtəmiz yuyuram. Üzərinə bir qədər su əlavə eləyirəm. Orta xodda qoyuram tavada bişməyə. Yəni tavanın
bütün suyu çəkilənə qədər bişirirəm. Və hardasa bir 20 dəqiqədən sonra tavanın qapağını açıram. Kartoflar yumuşaqdır, suyunu təmiz çəkibdir kartofcanına və hardasa bir 70-80 qram kərə yağı əlavə edirəm və kartofları həmin kərə yağında qızardıram. Artıq tavanın qapağını bağladım. Zövqə görə duz, pul biber əlavə eləyirəm. İstəkdən asılı olaraq qeyd edim ki, bu təzə kartofada sarımsaq əlavə etdikdə çox ləzzətli və çox dadlı olur. İnanın ki, bir dəfə dadına baxsanız, ümumiyyətlə kərə yağı ilə sarımsaq çox gözəl bir dad verir. Ələxüsus da təzə kartofun üzərində. Və kartofları artıq gördüyünüz şəkildə qızardıram. Yəni qabıqlarını qızardıram. Yediyiniz zaman isə içərisi yumuşaq olur, üzəri isə xırçıltılı və ləzzətli, ətirli bir kartof olacaqdır. Kartof artıq hazırdır. Tavanın altını söndürüb qapağını bağlayıram və ovduğu hazırlayıram. Ovduq bizim tərəfdə ovduq deyirik. Elə zonalarımız, elə bölgələrimiz var ki, orada atlama da deyirlər. Demək təzə qatığı, özüm yəni evdə hazırladığım qatığı qazana əlavə edirəm. Üzərindən su əlavə edirəm. Suyum niyə bulanıqdır? Çünki qatıqlı qabın içərisindən əlavə elədim. Yəni qaynayıb soyulmuş su əlavə edirəm. 2 xörək qaşığı mayonez əlavə edirəm və qatışdırıram. Duz əlavə edirəm. Mayonez atlamanı, ovduğu, məsələn 4 gündə qalsa, qoymayacaq ki, su üzərinə çıxsın və çox gözəl dadı, ətri olur ovduğum mayonez qatanda. Və hardasa bir 2-3 ədəd balaca xiyarı, patron xiyarlarından söhbət gedir. Sürtkəcin iri gözündən keçirdib əlavə edirəm. 1 ədəd orta boy soğanı xırda-xırda doğrayıb əlavə edirəm və zövqdən asılı olaraq istədiyiniz göyərtləri doğrayıb əlavə edə bilərsiniz. Mən demək keşniş, şüyüd, nanə, tərxun, bir də petruşkadan, yəni cəfərdən istifadə elədim. Xırda-xırda doğrayıram və qatığın içərisinə əlavə edirəm, qatışdırıram və ovduq artıq hazırdır. Artıq yaz gələndən, yəni ovduğun belə deyim də mövsümüdür. Çünki təzə göyərtilər çıxır, çox gözəl də ətri olur. Bir də 1 çay qaşığı quru nanə. Yəni bu aylarda artıq üzü yaya gedirik deyə doğu o qədər də yəni hazırlanmır isti içki olaraq. Yəni soyuq içki olaraq ovduq çox ləzzətli və xeyirli bir içkidir. Hazırlayın. İnanın ki, bu şəkildə hazırlasanız peşman olmayacaqsınız. Çox dadlı və ləzzətlidir. Siz necə hazırlayırsınızsa onu şərh bölməsində yazın mənə. Sonuncu hazırlayacağım təam isə qırmızı kələmdən mərcili pəhriz salatıdır. Qızlar, bunu dəfələrlə sizlə paylaşmışam. Bir daha paylaşdım ki, o videonu tapmayanlar üçün də bir, belə deyim də, yəni əllərin altında hazır video olsun. Demək, balaca, orta boy qırmızı kələmi nazik-nazik doğrayıram. Çox az, biraz duzda əlimlə kələmi öykələyirəm ki, yumuşalsın, sərtliyi, ilk sərtliyi getsin. Kənarda cəfərini doğrayıram, petruşkanı doğrayıram. Və mərci də artıq bişdiyi üçün mərcini süzürəm. Qaynanmış isti suda üzərindən gəzdirirəm ki, bütün qara suyu axsın. Və mərci də artıq hazırdır. Qoyuram mərci tam soysun. Və doğradığım ərzaqları və bişmiş mərcini bir qabın içərisinə əlavə edirəm. Üzərindən limon suyu əlavə edirəm, amma təzə limon suyundan söhbət gedir. Zeytun yağı əlavə edirəm. Salatı yaxşı-yaxşı qatışdırıram və salat artıq hazırdır. Bütün gün ərzində həm yeməklərin yanında, həm də tək yeyə bilərsiniz. Çox doyumlu, dadlı, ləzzətli bir salatdır. Və budur, mənim bugünkü menyum artıq hazırdır. Çox ləzzətli, bir-birindən dadlı təamlar.
Həm hər kəsin büdcəsinə uyğun ərzaqlarla hazırlanmış təamlardır, həm də çox dadlı və hamısı xeyirli, belə deyim, yeməklərdir. Hazırlayın inşallah. Hazırlamış olanlara indidən də nuş olsun deyirəm və sizlərdən ricam, videonu bəyəndinizsə, videoya like etməyi unutmayın, şərh yazmağı unutmayın. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kimin gözü heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Like etməyi unutmayın. Şərh yazmağı unutmayın. Sağ olun, salamatla qalın.